Fağır bir prezident tapmışdınız. Fağır bir aparat tapmışdınız. Sağdan da döşüyürdü, soldan da döşüyürdü. Kim eləyirdi? Mən elə tardım ki, azad bir demokratik cəmiyyət yaranır. İnarsın, mən buna sevinirdim. Əbülfəz Elçibəy, Azərbaycan Respublikasının eks-prezidenti, yaddaşlarda o qeyri-adi insan və rəhbər kimi, siyasi hilələrdən uzaq siyasət adamı kimi qalmış. Bu insan bir il Azərbaycana rəhbərlik etsə də bu postu tərk eləyəndən sonra belə xarakteri və davranış etibarilə dəyişməz olaraq qaldı. O həmişə gündəmdə idi. Öz fəaliyyəti ilə bütün Azərbaycan birliyi ideyası uğrunda döyüşləri ilə həmişə öndə idi. Bu insanın birdən-birə xəstəxanaya yatması çox gözlənilməz bir xəbər idi və bununla bütün ölkədə böyük bir şayiələr yayılmağa başladı. Hətta mətbuatda da onun zəhərlənməsi ilə bağlı yazılar gedirdi. Əslində Elçibəyin özü də xəstəliyi haqqında çox gec xəbər tutmuşdu ki, o xərçəng xəstəliyinə mübtəla olub və bununla bağlı onun bir sıra vəsiyyət xarakterli müraciətləri də var. Ancaq bununla belə o heç vaxt xəstəliyindən qorxmamışdı. Baxmayaraq ki, üzücü xərçəng onun simasını olduqca dəyişmişdi. Bəyin xəstələnməsi haqqında özünün də bizim də məlumatımız gecdir. Yəni, biz təbii ki, onun özündən sonra bilirik və bir neçə ay əvvəl, müalicə getməmişdən bir neçə ay əvvəl Türkiyəyə müayinəyə gedib, əslində özəl uçaqla gedib belədir və orada dəqiqləşdirmə olub ki, xəstəlik və müayinəsi. Sonra isə ikinci səfəri, hansı ki, o səfərin geriyə qayıdışı artıq bəy dünyasını dəyişəndən sonra qayıdır. O səfərdə bizim daha geniş məlumatımız olub. Narahat edici bir şeydi. Yəni o qədər də gərgin deyildi. Sadəcə iş qrafikini Gördüyünüz bu kadrlar Türkiyəyə müalicə üçün getdiyi son səfəridir. Diqqətlə baxın. O artıq xəstəliyini bilir. Özünü yaxşı hiss etmir. Bədənindəki və üzündəki şişkinliklər üzündən çətinliklə yeriyir. Dili dolaşa-dolaşa danışır, özünü güclə ələ alıb. Dostları, yaxınları, silahdaşları ilə görüşür. Bir də gəlməyə bilər. Azalan hər dəqiqənin, ötən hər bir anın artıq onun üçün xüsusi bir dəyəri var. Hələ bir ümidi var. Özünü Türk həkimlərinə etibar edəcək və hər şey yaxşı olacaq. Heydər Əliyev kimi bizim həkimlərə etibar edəmişsiniz yoxsa? Yox, söhbət ondan getmir. Bilirsiniz, hər şeyin bir mütəxəssisi var da. Elə mütəxəssis var ki, o daha yaxşı bilir, sən də ona müraciət edəcəksin. Həkimlərə etibar edirik, dünyanızı gözləyirik. Mən 3 gün qaldım birinci səfərimdə. 3 gündən sonra bəy məni yanına çağırdı. Dedi ki, mən yaxşıyam, həkimlərin nəzarətindəyəm. Dostlar narahatdılar, indi Bakıda hamı narahatdır, evdəkilər də narahatdır. Sən qayıt ki, dostlarımıza da xəbər ver. İkinci mərtəbədə bizə bir şöbə ayırmışdılar bəy üçün. Orada başqa xəstə yox idi. Heç kəs olmurdu. Sadəcə Türkiyə dövləti tərəfindən təşkil olunmuş mühafizəçilər var idi. Birinci və sonuncu dəfə xəstəxanaya yatırılanda Əbülfəz bəyin 62 yaşı vardı. Amma olduqca sağlam insan idi. Heç kim bir dəfə də olsun onun ciddi xəstəliyə tutulduğunu görməmişdi. Üstəlik, bu amansız və zamansız xəstəlik onu çox incitmir də. Gördüyünüz bu ekskluziv foto xəstəxanada olduğu zaman bizim əldə edə bildiyimiz ölümündən əvvəlki yeganə son şəkilləridir. O heç bir çəkiliş aparılmasına icazə vermədiyi gün Əbülfəz bəyin son kadrlarını izləyə bilmirik. Ondan bizə qalan yalnız son günlərinin bu fotolarıdır. Mənim yadımdadır gedəndə Mir Mahmud bəy otağından əvvəl bir otaq da vardı. O məndən xahiş edirdi ki, Sevxamura girəndə gördüyünüz o mənzərəni üzünüzə yansın. Mən onda anladım ki, mən bilirdim Elçibəy şişibdi, vəziyyət yaxıdan gedəndə. Amma demək ki, mənim gördüyümdən daha betər bir mənzərə var. Artıq mən özümə qımışdım. Bütün daxilığıma rəğmən mən qapını açıb o gözəl insan, o yaraşıqlı insan, çox yaraşıqlı həm də insandır Əbülfəz bəy. O gözəl insanı o şəkildə görəcəyimi mən heç təxmin eləmirdim. O görüntü qarşısında bütün normal insanlar kimi sakit dura bilmədim. Elçibəy çox uzun mənə baxdı, uzun. Birinci 10 dəqiqə mən sadəcə oturdum və ağladım. Xəstəliyinin insana verdiyi belə dəhşətli də olsa, Əbülfəz Elçi özünü qədər aparırdı ki, gələn adamlara qətiyyən xəstə olduğunu hiss elətdirmirdi. Çalışırdı ki, yanına gələn adamlarla
desin, bunların əhval-ruhiyyəsini yaxşılaşdırsın. Xəstəxana geyimində. Son dövrlər çox vəziyyət ağırlaşanda daha sonra dedilər ki, artıq kostyumu imkanında olmurdu. Gülüm necəsən dedi, bura qədər də gəlib çıxdı nə arxamdan. Mən də başımı yırğaladım. Dedi, kamera gətirməmişsən? Dedim, gətirmişəm. Qoy gəlsin, çəksin. Kekeliyə danışırdı. Parça danışırdı. Rabitəsi pozuq, amma bütünüylə rabitəli, sağlıqlı, nə dediyini bilən, tam oturuşmuş danışırdı. Ölümündən bir həftə mənə zəng eləmişdi xəstəxanadan. Xəstəxanadan zəng elədi. Onunla söhbət etdik. Sözümüzü mən bu qədər təhlükəli olduğunu bilmirdim vəziyyətin. Yəni mən ümidliydim mən onda elə. Amma danışanda biraz çox ləng danışdım. Mənə biraz qəribə gəldi. Çünki mənə kimi biraz tez-tez danışan idi. Ürəyindəkilərin deməyə tələsən adam idi. Amma ləng danışdı, biraz ağır danışırdı. Dedi ki, çək məni. Çünki gün gələcək bu çəkdiyin şeyə görə hər kəs çək dedi. Yəni o anda mənim peşəkar məsləki borcu düşündü. Dedim ki, mən bıraxın kameranın, mən belə sizi bu şəkildə görmək istəmirəm. İnşallah siz qalxacaqsınız və mən sizi görmək istədiyim şey çəkəcəm. Onda Əfəz bəy buradan bir göz yaşını gördüm. Dedi, bəs sənə bir şeye gəlmişəm, mənə dedi. Dedim, oxu və mənə deməli, mənə bir nəğmələrin belə havasını, bir daş belə bir şeir oxudu. Mənim bir daş nəğməm var, onun üslubunda bir şeir idi. Oxudu, təxminən bir iki bənd oxumuşdu, sonra birdən dayandı, dünyanın işinə baxıb, gör kim kimə şeir oxuyur. Mən də güldüm, amma sonra da neylədim, dalını oxumadı şeirin. Deyə sonra verərəm sənə. Sonra mən köməsindən soruşdum, o da demişdi mənə əl yazısı var, amma sonra tapılmadı. Çünki bəyin əl yazılarını verdilər, mən baxdım, orada şeirə rast gəlmədim. Əfsus ki, yadımda da saxlayanmadım o şeiri. Ramiz Rövşənin şeiri, Vaqif Bayatlı Önərin şeirləri, bu şeirlər mənə xoşuma gəlir. Və yaxud mənim son vaxtda xoşladığım bir Sakarya türküsü var. Məsələn, mən onu çox sevirəm. Qısa Kürək, Türkçə şair, Sakarya. Sən bir çətin vaxtlarında, xüsusən çətdə, çox ağır vaxtlarım olanda, gərgin vaxtlarım olanda, ki o zaman ki artıq nə bilim tank da gəlir, top da gəlir, ay nə bilim nələr də ola bilər. Oturub ya Sakaryanı özüm oxuyurdum, Fazil Hüsnü Qısa Kürəyin özünün o səsində lentdə var məndə. Onu qoyurdum, qulaq asırdım. Şeir adınızı bilirdim, amma oxumağı bilmirdim. Sakarya çayına müraciətdir. İnsan bu, su misalı. Kıvrım akarya. Bunun özü əslində, yəni çay özü bir insandır. Ancaq su formasında axır. Bir yanda kan benim, o karya. Su axar yokuşlardan, hep basamak, pillə. Benimsə alın yazım yokuşlarda susamak. Əbülfəz İlçi bəyin ölüm ayağında olması nələr? Peyğəmbər yaşadım dedi, peyğəmbər qədər yaşadım dedi. Müdafiə edən insan da güclüdür. Elçi bəyin də məhz bir arzusu vardı. Bütöv Azərbaycan. O, Təbrizin aşıqı idi. Əslində, ideya uğrunda ölmək ona uyğun yaşamaqdan asandır. Ardınca apardıqlarına öz təmənnasız hər kəsə mənim kimi ol demək üçün mənəvi haqqın olmaq. Bu haqqı doğrultmaq olduqca çətin olsa da, Elçi bəy fədlər aşmağı bacararaq bu yolda çox az siyasətçiyə müəssər olan böyük fanatlar ordusuna sahib olmuşdu. Elə ölüm qabağı vəsiyyəti də bu idi. Hər kəsə Təbrizi, bizim müqəddəs əmanətimizi və mübarizəmizi unutmayın demişdi. Dedi, gülüm, səndən çox xahiş edirəm. Sən zaten bütün fəal İslamətdə görən adamsın. Belə, mənim ölümüm səni, sənə Təbrizi unutturmaz. Mənə verdiyi mesajı buyurdu. ilə bağlı o son günlərində dediyi, mən çox inanıram ki, Azərbaycan birləşəcək.
Mənim də ruhum həmin günü sizlərlə bir yerdə olacaq. Bütöv Azərbaycan. Bəyin birinci ideyası oydu. Orada bir yol var uzaqda, o yol bizim yolumuzdur. Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur. Sizə deyim ki, bu 10 ildə mənim gördüyüm budur ki, onu sevənlərin sayı artıb. Elçi bəyin əleyhinə yazan bir mətbuatda duran görmüşdüm, döndükdən sonra. Gəldim, rica elədim ki, Elçi bəyin də yazmayayım. Həffəz bəy ölür. Mən o adam dedi, cavab bilirsiniz mi nə o? Yox, doğrudan ölür, doğrudan ölürsə yazmayaq. Mən onu da yadımdan çıxartmadım. Onunla barışmayanların, onunla dalaşanların da heç bir sərvət kirib dayanmayıb. Hələ də onunla dalaşmaqdadılar. Onu da mən hiss edirəm. Yəni, mətbuatda da görürəm, orada da, burada da görürəm. Yəni, bu da onun diriliyinin əlamətidir. Mənə ilə mübahisə edirlər də, yəni dili ilə savaşırlar da. Təkcə şişlik yox, həm də o qaralmış üz, sanki qan çürüyər dərinin altında, o qaralmış üzünü gördüm. Necə sizə deyim, enli bir çarpayı, çox enli bir çarpayı. O naziklikdə, o şumallıqda, o incəlikdə, zəriflikdəki kişi enli bir çarpayı qədər idi. O böyüklükdə. Mənə çatmır, mən anlaya bilmirəm. Axı, bu xəstəliyə niyə pis xəstəlik adı deyirlər? Bunun nəyi pis xəstəlikdir? Pis xəstəlik odur ki, birdən infarkt keçirirsən, belə heç kimə, heç nə demədən, xəbərdar olmadan bu dünyasını dəyişirsən. Bir qəziyə uğrayırsan, nəsə bir baş verir, heç kəsə gücür. Bu xəstəlik pis deyən düz deyil. Bu xəstəlik gələndə gəlir və insanlara deyir ki, mən gəlmişəm. Səni 2 ayımı, 1 illəmi, 6 ayımı mən aparacam. Əbülfəz bəyi bütün Türk dünyası çox sildi. Buna görə də ona xəstəxanada baş çəkənlər çox olurdu. Patek sabarmaq gəlmişdi. Yəni, o bəylə görüşəndən sonra bir gözəl ifadə işlətdi. Mən bilməzdim ki, siyasi adam olasınız və musiqi haqqında bir belə anlayışınız ola. Bir də azim olan Cavid bəy var, gəlmişdi. Bir neçə dəfə gəlib o. Birinci dəfədə, ikinci dəfədə. Sonuncu dəfədə oxuyanda Təbrizim, bəy ona dedi bir Təbrizim mahnısını oxu. Oxuyanda bir sızıltı ilə o. Dedi, nə qədər bu millət sızıldayacaq. Bir ürəkdən oxu, bir sərkədə mahnısı, bir Zəngəvar mahnısı oxu. Məmməd Ceylan vardı, millət vəkili o vaxt Türkiyədə. Məsud Yılmaz, Dövlət Bağlı bəyin. Yanında da 2 nəfər ayrı insanlar var idi. Sonra mən bəyə dedim ki, bəlkə tək qalmaq istəyirsiniz. Onlar çıxdı. Baxçalı ilə bəyin özü qaldı. Dedim, dayı, onlar sizə bir kofe verim. Siz qoymurdular. Dedi, oğul sigaret da olmur. Dedim, niyə olmur? Kofeni gətirdim, bir dənə də sigaret. Dövlət Baxçalı çəkmədi sigaret. Dedi, bəy, siz mənim böyüyümsünüz, başqanımsınız, olmaz. Bəy ona nə dedi? Dur. 2 elçi bəy var. Bir dostunuz, bir lideriniz. İndi mən sizinlə sigaret içir. Mən bunun özüm qulağımın şahidi olmuşam. Heydər Əliyevin özü bəy üçün bir gül göndərmişdi. Üstəlik insanlara da çox gec xəbər vermişdi. Buna görə ailə adamları da bu haqda tez xəbər tuta bilməmişdi. Bununla bağlı onun vəsiyyət xarakterli müraciətləri də var. Bir dəfə gənclərə yəni o formada mən dedim, mən onu yaza bilmərəm. Mənim ürəyim gəlməz. Amma oğlum var Bəşir. Onları yazıb, o müraciətlər var. Cəmiyyətə təqdim olunur. Gecə idi biz oturuq. Çağırdı ki, kitab, dəftər qələm götür. Niyə özü yazmadı? Özünə düşünüb deyirdi. Belə oturmuşdu, düşünə-düşünə deyirdi, deyirəm, bunları yaz. O dedi, verməyəcətini o eydə yazdı. O sonra düzəldirdi o nüsxələri, yoxsa elə dediyi kimi də... O qalb, aparılmıyor. Etiraflarla dolu olan bu müraciətlərinin birində 19 iyul 2000-ci ildə Ankara Dövlət Xəstəxanasında yazılan vəsiyyətində o deyirdi. Bilirdim ki, məxərçəng xəstəliyi var. Onu cəmiyyətdən gizlədirdim ki, müəyyən işləri görə bilim. Onu da bilmirdim ki, artıq əksəriyyət insanlar bunu bilir və məndən ona görə gizlədiblər ki, narahat olmayım. Bu da çox pis nəticə verdi. Gərək xalq öz övladından heç nəyi gizli saxlamasın və eyni zamanda da övlad ondan heç nəyi gizlətməməlidir. Belə alındı ki, gerçəyi gizlətmək həm xalqa, həm də onun övladına heç bir xeyir verir. Mən bir çox şeyləri xalq bilib rahat olar, ruhiyyə yar deyə ondan gizlətdim.
Çox sirləri özümlə aparıram. Bunların bir çoxu açıqlanmalı idi. Lakin buna zaman çatmadı. Demək olar ki, tal vermədi. Bir sıra xətalar buraxılmışdı ki, bunları aradan qaldırmaq, millətimin qarşısında bəzi xətalarım olayım, millətim məni bağışlasın, deyəcək. Üzrü sağ ikən etməli. Hər hal tale belə məsləhətdir. Xalq bizdən nəsə çox şey gözləyirdi. Biz onu verə bilmədik. O başqa bir şeydir. Biraz o xalq azadlıq hərəkatının romantizmi idi. Ki, hakimiyyət dəyişiləcək və bir şahidində hər şey həll olunacaq. O romantizmə cavab vermək mümkündür. Əbülfəz Elçi bəy özü ilə çox şey yapardı. Müəyyən şeylər var ki, onu yaxınları da bilir ki, hansı şeyləri özünə dərd elədi, cəmiyyətlə paylaşmadı. Amma o dövrdə fikirləşirdi ki, mən bunu desəm cəmiyyətdə çaşqınlıq yaranar, qarşı durma yaranar. Amma bugün hələ də Bəyin bu dünyadan öz əcəli ilə köçməsinə inanmayanlar var. Onların içərisində bəy yaxın silahdaşları da var. O vaxt mənim xarici pasportum yox idi. Ona görə ürəyimdə qalıb o ki, bəyin son günlərində biz onu görə bilmədik. Sui-qəsd senarisi qurmaq, ya spekulyasiya bu məsələ ətrafında etmək fikrindən uzağam və sözün doğrusu bunu o qədər əxlaqı da hesab eləmirəm. Amma bu suallar insanda yaranırsa və olur ki, bu sualları bəzən dilə gətirirsən. Bir daha təkrar edirəm, bu çox vacib olan məsələdir ki, Əbülfəz Elçi bəyin sağ qalmasından çox şey asılı idi. Həddindən az çox şey asılı idi. Və çox şey başqa cür ola bilərdi. Sizin bildiyiniz nəsə var? Mən çox bildiyim çox şeylər var. Ən böyük sir də, ən böyük cavab da Elçi bəyin özüdür. Əbülfəz Elçi bəy doğrudan da xərçəng xəstəliyinin dünyasını dəyişmişdi. Bunu sübut edən Gülhane xəstəxanasından bəyin ailəsinə verilən və bugün mənim əlimdə olan sənəd var. Onun xəstəlik kağızı rapor var və burada qeyd olunur ki, Əbülfəz Elçi bəy qanında diabet xəstəliyi tapılıb. Bundan başqa onun ağciyərində və prostat vəzlərində metastatik şişkinliklər və xərçəng qeyd alınıb və onun qaraciyərində də ümumi halda sıradan çıxma amilləri qeyd olunub və bu sənəddə xüsusi qeyd olunur ki, xəstəliyin ilkin zamanlarında Əbülfəz Elçi bəy üçün xəstəlik irəliləyərək gəlib xərçəng formasını almışdır və bütün bunlar sübut edir ki, Əbülfəz Elçi bəy doğrudan xərçəng xəstəliyindən vəfat edib və heç bir zəhərlənmə faktı aşkara çıxarılmayıb. Və burada bütün bu sənədi təsdiq edən həkimlərin imzaları da gördüyünüz kimi qeyd olunub. Mən dedim, dayı, Allah sizə bu milləti, sizi bu millət çox görməsin. Bir anda gördü ifası işlətdi və tez sözü dəyişdi. Dedi ki, yəni çox gördü. Çox gördü. Bu anda Cankon həkim gəldi. Mən o bayra çağırdım. Sanki heç nə olmamış. Nə olar, özünüzə başqa bir böyük seçərsiniz. Mən belə baxdım. Sən bilmirsən ki, başsız qalmaq nə deməkdir? Özü bilirdi, dedi ki, mən Bakıda Fəxri Xiyabanda artıq mənim üçün yer ayrılır. Sonra heç narahat olmayın, heç bilməyəcəksiniz ki, məni necə götürdülər, necə apardılar. Məni çağırdılar ki, sizi çağırır. Mən getdim, Gizlədəsi burada bir şey, aparata qoşulmuş vəziyyətdə. Gördüm, bəy su istəyir. Mən su verdim. Gördüm, mənə belə bir baxdı ki, yəni, niyə sən burada yoxsan? Orada icazə yoxdur axı. Yəni, oranın öz həkimləri, bəli, öz qaydası, qanunu var. Yəni, sonuncu dəfə bəy, mən o anda girdim. Ondan bir gün sonra bəy rəhmətə getdi. O zaman Mir Mahmud ağa da oradadır, Əli bəy də oradaydı, onlar şöbədə idi. Sonra həkimlə çıxdı, kölə xəbər verdi ki, başımız sağ olsun, bəy rəhmətə getdi. Ondan sonra mən Mir Mahmud ağa çağırdım, Əli bəyə xəbər verdim, gəldilər. Önəm daşıyan bir məsələ vardı ki, məni sizin əlinizdən alacaqlar, dediyi kimi də oldu. Ona görə ki, biz bilirsiniz ki, Türkiyə Cumhuriyyətində bəyin nüfuzu, hörməti heç ölçüyə gəlməz dərəcədədir. Bunu hər kəs tanıyanlar bilirlər. Buna görə də Böyük Millət Məclisində bəylə vida mərasimi olmalı idi. 22-sində bu qərarlaşmışdı və 24-ündə də bəyi Azərbaycana yolçu edəcəkdilər. Azərbaycan razılıq vermədiyinə görə və biz onu dövlət törəni ilə dəfn edəcəyik dediyinə görə vida mərasimi Türkiyədə düzənlənməyə imkan verilmədi. Azərbaycan bayrağına sarılmış formada və böyük hörmət və ehtiramla, sayğı ilə və özü də hərbiçilərin müşayiəti ilə Əbülfəz bəyin ki, Ankaradan hərbi
uçağla Bakıya yola salındı. Ankara'dan Bakıya qədər yol məsafəsi, uçaq məsafəsi bir neçə saatdır. Biz Ankara'dan Bakıya 9 saat yarıma uçduq. Belə istənilirdi ki, qaranlıqda bəy Bakıya çatmalıdır, amma bu da müyəssər olmadı. Yəni 9 saat yarımda olsa da yenə də qaranlıq olmadı. Yəni yenə də günəş işığında, yenə də aydınlıqda və gün batmamışdan Əbülfəz bəy Bakıya gəldi, çatdı. Uçağın yanacaq ehtiyatı tükənmək üzrə idi deyə deməli bura uçaq daha enməli oldu. Burada isə səviyyədə təyyarənin, uçağın pilləkənlərində Azərbaycan hakimiyyəti tərəfindən, Heydər Əliyev tərəfindən təyin olunmuş Dövlət Dəfn Komissiyası qarşıladı. Onun da bir üstü Türk millətinin birliyi, bu böyük millətçi insanın tabutunu da izdihamlı insan ordusu yola saldı. Mən öləndə götürəsiz çiynimizə, Azərbaycanın himnini oxuyarsınız, sonra da yol ver Türkün bayrağını. Bu söz olaraq, yəni bir söz olaraq qaldı. Tamam unutmuşum mən bunu. Bəy rəhmətə getdi, biz Bakıya qayıtdıq. Bu da Nəcəf Nərimaroviç bəy burada qalıb. Nəvayinin heykəlini olayın. Buranı keçəndə insanların özü himni oxumağa başladı. Mən birdən dəhşətə gəldim. Vay Allah! Sonra da yol ver Türkün bayrağına. Yəni bu insanların içindən gələn bir şey. Yəni istəsən də onu etməzsən. Ölümü əslində bütövlükdə Azərbaycan siyasi həyatına, çağdaş tarixinə çox böyük zərbə idi. Təbii ki, bir gün gələn bir gün gedir. Amma buna baxmayaraq Əbülfəz bəyin ölümü çox sarsıdıcı idi. Siz təsəvvür edirsiniz ki, Əbülfəz bəy dünyasını dəyişəndən sonra Azərbaycanda siyasət özünü itirdi. Çox anlaşılmaz bir hadisə də olmuşdu. Elçibəy dəyişəndən sonra uzun müddət onun məzarüstü abidəsi götürülməmişdi. Səbəbini hələ bir cür izah etsə də, əsl səbəbləri indi öyrənəcəksiniz. Bəyin məzarı bir gülüstan idi və bu ətrafda bütün Türk Cumhuriyyətlərinin bayraqları dalğalanırdı. Burada bəyin özünün Türk şüarları vardı. O demişdi ki, mən sevinərəm ki, məzarımın üstündə burada bir şərəfli Türk əskəri yatır yazılsa, Töv Azərbaycan həyatımın mənasıdır deyə şüarları vardı. Bura oradan doğruya bir gülüstan idi və məzarüstü abidənin götürülməsində istəyirdi ki, Savalanın rəmzi olsun, Savalandan mərmər gətirək. Bu istiqamətdə hətta addımlarımız vardı, danışıqlarımız da vardı. Yubanmağının səbəbləri əsasən bunlar idi. Dövlət Bağçalı birbaşa bu məsuliyyəti öz üzərinə götürdü ki, biz bu işi görsək ailə razı olarmı? Ailə də çox böyük məmnuniyyətlə razı oldu. Biz Memar Cəfər Qiyası ilə, digərləri ilə xeyli söhbətlər eləmişdik. Təbii ki, təklifimizi vermişdik, arzu istəklərimizi demişdik. Biz mütəxəssis deyildik və onun da bu səbəbdə həm bəylə şəxsi tanışlığı vardı və digər memarların da o cümlədən, həm də onun milli memarlıq üslubuna uyğun işləri vardı. Türkiyədə tanınmış memardır. Yox, abidə həmin abidədir. Sadəcə ölçüləri müəyyən qədər kiçildilib. Məsələn, o heykəlin arxasındakı böyük daşın hündürlüyü 1 metr 20 santim kiçildilib. O heykəlin ayağının altındakı postamentin ölçüsü 80 santim kiçildilib. Və o üzərində yazılacaq bir çox şeylər var idi abidənin üzərində. Onları yazmağa imkan vermədilər. Eşitdiyimə görə ki, layihənin sonraki reallaşdırılması və belə deyək ki, onun maliyyələşdirilməsi məsələsi Bakı şəhər icra hakimiyyəti öz öhdəsinə götürübdür. Dəfnində onun Heydər Əliyevin öz vermişdi qərarını. Dəfnində də iştirak elədi, sözdə dedi. Əbülfəz Elçibəyin ailəsinə, qohum əqrabasına, yaxınlarına və Azərbaycan Xalq Cəbhəsinə dərin hüzlə baş sağlığı verirəm. Allah rəhmət etsin. Bəlkə Elçibəyi xalq yaxşı tanımadı. O isə həmişə böyük bir məhəbbətlə sevib uca Türk millətini. Bu yolda görüləcək bir sıra işlərini isə əcəl yarımçıq qoymuşdu. Elmlərin təsnifatı haqqında çox monumental bir əsər işləyirdi. Həmin əsər başa çatmadı, yarımçıq qaldı. Amma demək olar ki, son işləmər üzərində idi. Bütöv Azərbaycan yolunda adında bir kitabı vardı. Türkiyədə bu nəşr olundu. Onun Azərbaycanda nəşri təkrar istəyirdi. O nəşr özünün dünyasını dəyişəndən sonra reallaşdı. O kitabla tanış oldunuz siz. Və bir sıra başqa xüsusi məsələlər vardı. Azərbaycanın xüsusilə azadlığı, torpaqlarımızın, Qarabağın azad olunması məsələsi ən çox narahat edici məsələlərdəndir. Köçkünlərimizin, qaçqınlarımızın vəziyyəti mühüm narahat edici məsələlərdir. Bir də xüsusi məsələlər vardı ki, qanunların qəbul olunması və Azərbaycanda demokratiyanın vəziyyəti. Bu çox narahat edici bir məsələ idi. Göstərilən, yazılan, ekranda görünən Elçibədən danışmam. Mənim gördüyüm Elçibəy sadəcə bir şey vardı. Millətinə aşıq bir adamdır.
O qədər. Mən ona şeir yazmışdım, 93-cü ildə Kələkli olanda yazmışdım ona bir şeir. Şeir də ona çox təsir eləmişdi, mən bilirəm onu. O şeir də belə məqam idi ki, mən onu yazmasaydım olmazdı. Çünki dost şeiri idi. Dost şeiri idi və həm də ki ona ünvanına çox belə ağır sözlər deyilirdi və mən özüm də belə təhqir olunmuş və hətta belə o bulaşmış hiss edirdim mənə bu vəziyyətdə. Yəni mən təkcə onu yox, həm də özümü o sözlərdən xilas etmək üçün yazdım o şeiri. Yəni bulaşmayayım o sözlərə. Sənə bir daş atar yerən duran, səni sevdiklərin daşqalaq eylər. Bir əlində daş var, birində Quran, daş atan bilirmi nə günah eylər? Silərsən gözündən axan yaşları, öpüb əzizlərsən sən o daşları, deyərsən var olun qan qardaşlarım, məni təzə daşa kim qonaq eylər? Hər daş özü boyda köz olub yanar, cana damğa kimi basılıb yanar, qanlı yaraların qızarıb yanar, səni başdan başa çılçıraq eylər. Bircə tilsimin var, sevgi tilsimi, kim qırar Tanrıya bağlı bir simi, Tanrı Tanrıdırsa öz elçisini, min bir daş altında yenə sağ eylər. Sən dözər sağrısına, daş dözməz, daş haray eylər. O daşlardan Tanrı sənə bir ev tikər, saray eylər. Elçi bəy çox böyük bir insan idi. Sözün böyük mənasında insan idi. Ölməzdi, amma ölməzlərə də rəhmət olsun. Böyük Atatürk hürriyyət və azadlıq mənim xarakterimdir demişdi. Əslində bu sözləri bir çox millət aşığı olan şəxsiyyətlərə aid etmək olar. Elçi bəy də qaranlığı lənətləməkdə isə bir şam yandıranlardan idi. Onun çox sevdiyi bir ifadə də vardı. Zaman ən yaxşı müəllimdir deyə. Amma çox təəssüf ki, o öz şagirdlərini tez ölür. Bugün biz onu məzarı üzərində öz arzuladığı kimi burada bir türk əskəri uyuyor kəlmələrini oxuya bilməsək də, hər kəs burada nəinki bir türk əskərinin, hətta böyük bir türk sərkərdəsinin uyuduğunu çox yaxşı bilir. Ruhu şad olsun əskər. Ölmədən bir görsəydim, düşəbilsəm toprağına. Səndən ruh haqqında soruşacaqlar. Sən de ki, Allahım bu haqda mənə az şey